Ölkəmizdə ilk dəfə olaraq inklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə kainatın sükutunu yaradan Uşaqlar adlı mürəkkəb quruluşlu qarabasma janrında bədii səhnə əsərinin təqdimat mərasimi baş tutdu. Məqsəd odur ki, bu uşaqların həm cəmiyyətə inteqrasiya olunması və onlar özlərini cəmiyyətdə əngəlli yox, məhdudiyyətli yox, fərqli olduqlarını cəmiyyətə, auditoriyaya çatdırdılar. Biraz çətin quruluşlu olduğu üçün buna zaman tələb olunub və eyni zamanda bildiyimiz kimi bu uşaqların psixofiziki aparatını daha da təkmilləşdirmək üçün daha gecə-gündüz onlar üzərində biz işləmişik ki, onların psixologiyasını, fiziologiyasını səhnəyə uyğunlaşdıra bilək. Bu səhnə əsəri insanın daxili səssizliyə, səbirə və dinləmə mədəniyyətinə dönüşünü simvolik və poetik dillə əks etdirən dərin məzmunlu bədii kompozisiyadır. Tamaşanın dramaturji xətti boyu vizual, emosional və poetik elementlərin vəhdəti qorunur. Yusif, yenə neymişsən? Sakin ol. Ulduzlar danışır. Danışır, rəqi, hava, səni söhbət edir. Nə danışır? Salam Yusif, biz buralarda yaxşıyıq. Mən kainatın sükutunu yaradan uşaqlar tamaşasında Yusuf obrazı canlandırıram. Sevincimin həddi-hüdudu yoxdur. Bizdə olmayan hissədir. Sanki başqa dünyada idim. Cahya va. Hansı obrazı canlandırırsan? Operasyon Cahya. Mən Sadiqəm. Pianino oynayıram. Mən autizmam. 10 yaşım var. Mən rus dili bilirəm. Azərbaycan, İngilis. Uşaqlar, gələn dəfə mən də sizinlə birlikdə növbəti tamaşada olacağam.